Salam uşaqlar. Bugün deməli 4-cü sinif məntiq kitabından, Etibar Lətiflinin məntiq kitabından hesab əməlləri test 20-nin izahını verəcəm. Deməli, keçək testimizə. Birinci sualı oxuyuram. Hər bir fiqur bir rəqəmi əvəz edir. Yəni, bu hesab əməlləri mövzusuna aiddir. Hər bir fiqur bir rəqəmi əvəz edir. Sual işarəsinin yerində neçə yazılmalıdır və yaxud da hansı ədəd yazılmalıdır. Buradan biz iki üsulla tapa bilərik. Ya, məsələn, deyək ki, qələmimizi götürək. Yəni 9-un üstünə neçə gələrək ki 4 olsun. Təbii ki bu 4 deyil 14'dür. Və yaxud da yəni bura 5 yazaram. Və yaxud da bir dəfəlik 74'dən 49'u çıxaram. Və buradakı ədədləri tapıb ondan sonra bu ədədlərin cəmini istəyir bizdən. Biraz bunu böyüdək. Belə. Deməli 9'un üstünə neçə gəlirəm ki 4 eləsin? 4 yox. Bu 14'dür. Təbii ki, bura mən 5 yazaram. 9 dəqiqəyə 5 bərabər 14. 4 yazaram. 1 yadda. 4'ün də üstünə 1 gəlirəm. 5. 5'in də üstünə 2 gələndə eləyir 7. 74. Burada da bizdən rəqəmlərin cəmini soruşur. Bu 2'dir, bu da 5'dir. 2 ilə 5'i topladım, 7 elədi. Cavab A. Keçdik ikinci suala. Eyni simvol, eyni ədədi, fərqli simvol, fərqli ədədi əvəz edir. Sual işarəsinin əvəzinə hansı ədəd yazılmalıdır? Burada eyni, yəni ümumiyyətlə məntiqdə belədir. Həmişə eyni simvollar, eyni hərflər, eyni ədədləri göstərir. Ona görə də burada 3 dənə eyni simvolu görürük və bunları cəmləyiblər, cavab elibdir 90. Demək ki, biz bu simvolun yerində hansı ədəd olduğunu tapmaq üçün 90'ı 3'ə bölərəm. 90'ı da 3 yerə, yəni 3 dənə simvolun arasında böləndə eləyir 30. Deməli, bizim bu simvolumuz 30'a bərabərdir. Biraz da qalınlaşdıraq, yaxşı görünmür. Bir dəqiqə. Belə. Deməli, bunlar 30'dur. Hər biri 30'dur. Harada bu şəkildə simvol görürümsə, mən ora 30 yazmalıyam. 30, burada da 30. İndi burada 30'u böləndə 5'ə 6 eləyir. Demək ki, bizim bərabərliyimizin sağ tərəfi 6'ya bərabərdirsə, sol tərəf də 6'ya bərabərdir də. Mən neçəni 3'ə böləndə 6 eləyir. Bunu tapmaq üçün 6'nı 3'ə vurmalıyam. Eləyir 18. Demək, kvadrat 18'dir. Buradan da 18 yazıram. Yenə də eyni simvolları toplayıb cavab eləyib 18. Yəni ki, eyni rəqəmləri toplayıb, 2 dənə eyni rəqəmi toplayıb 18 eləyib. 18'i 2'yə bölürəm. Demək ki, 3 bucaqlar 9'a bərabərdir. Burada da yazıram 9. İndi 30'dan da 9 çıxanda cavab eləyir 21. A variantı. Sonra keçdik 3-cü suala. 3-cü suala baxırıq. Yenə hər bir simvol bir rəqəmi əvəz eləyir. Sual işarəsinin yerinə neçə yazılmalıdır? 2'dən neçə çıxanda, 7'dən daha doğrusu neçə çıxanda 9 eləyir. Bu, yəni 7 yox, böyük rəqəmdir. Yəni 9'un üstünə neçə gələndə 17 eləyər. Demək ki, bu 8 olacaq burada. Yəni 7'dən 8 çıxılmır. 17'dən 8 çıxanda cavab elibdir 9. Bir vahid, yəni qonşudan bir onluq götürübdür. 17 olubdur. Bir onluq götürdüyünə görə qaytarıb yerinə qoysaq 2'nin üstünə 3 gələndə 5, üstünə də 1 gəldi 6. Demək ki, buradakı bu simvolumuz da 6'ya bərabərdir. Ulduz 8, kvadrat simvolu da 6'ya bərabərdirsə, cavabımız olur 14. 6 ilə 8'in cəmini tapırıq. Və növbəti suala baxırıq. 4-cü sual. Yenə eyni hərf, eyni rəqəmi əvəz edir. Burada biz x, y, l daha doğrusu tapmalıyıq. Deməli, l'lər baxırıq ki, eyni ədəddir, amma burada da x alınıbdır 4. Ya bu belə ola bilər ki, x-in yerində 4 yaza bilərik. X-in yerində mən 4 yazsam, məsələn, bura yazıram 4. Burada bir 4 yazsam, onda mən bu tərəfdə də 4 yazmalıyam, düzdür? Burada da 4 yazmalıyam. İndi, onda burada 3 ilə 3, 6. Burada 3 yazsam, 3 ilə 4, 11 vermir axı bizə. Demək ki, bu belə deyil.
Bəs bu necə olacaq? 6 ilə 6, daha doğrusu L ilə L 6 veribsə, deməli bu 6 yox, əslində 16-dır. 6 yazıbdı bir yadda. Bəs 16-nı bizə hansı iki dənə eyni rəqəm verir? 8. 8 ilə 8-i toplayaram. 16, 6 yazıram bir yadda. Demək ki, bu da 3-dür də. 4-dən 1 çıxıram 3. 3-ün də üstünə 1 gələndə 4. Demək ki, X hərfi 3-dür, L hərfi 8-dir. 8 ilə də 3-ü toplayıram. 11 eləyir. İndi gətirib burada qoyanda yerinə 8, bu da 3. 8-dən də 3 çıxanda 5 eləyir. Növbəti sual, yenə simvolların yerindəki ədədləri tapmaq lazımdır. Bura çox asandır burada. Yəni kvadratları tapmaq üçün 4 dənə kvadratda 60-ı 4-ə bölürəm. 60-ı 4-ə böləndə 15. Hər bir kvadrat 15-ə bərabərdir. Demək, harada mən kvadrat görürəmsə 15 yazmalıyam. 15, burada 15 yazdım. İndi davamını necə tapırıq bəs bunun? Əgər bu 15-dirsə, buradan gətirsək, baxsaq, 50-dən çıxaram 15-i. Eləyir 35. Deməli, bu iki dənə simvolun cəmi 35-dir. Burada da mən eyni iki dənə simvolu görürəm, 35. 40-dan çıxıram 35-i eləyir 5. Demək ki, bu 5-ə bərabərdir. Onda bu da 5-ə bərabərdir. Bu silək bunları. Demək ki, bu da 5-ə bərabərdir. Üç bucaqların hər biri 5-dir. Onda bu ulduz nəyə bərabərdir? 40-dan çıxaram 10, eləyir 30. Demək ki, bu 30-dur. Buradakı da 30-dur. 30-un üstünə 5 gələndə 35, 35-in üstünə 15 gələndə 50 düz tapmışıq. Demək ki, ulduzumuz 30-dur, bu da 5-dir. 30-dan 15 çıxanda 15, 15-in də üstünə 5 gələndə 20, B variantı. Növbəti suala baxırıq. 6-cı sual. Yenə də simvolların yerindəki ədədi tapmaq lazımdır. 3-dən, 3-ün üstünə neçə gəlib 0 eləyib? 7 təbii ki. 3-ün üstünə 7 gələndə 10 eləyir, 0 yazırıq 1 yadda. Və burada da 1 yadda var. Bəs 1-in üstünə neçə gəlibdir? 1 gəldik. 2, 8-dən də 2 çıxanda 6. Demək ki, bura 6-dır. 6 üstünə 1 gəlirik. 7, bir də yadda 8. Bura oldu 7, bura oldu 6. 7 ilə də 6-nı topladım, elədi 13, B variantı. Və növbəti səhifəyə keçək. Biraz böyüdək bunu. A, B, A ədədləri verilib. Bunları toplayırıq. Deməli, A ilə B-nin 9 bizə hansı istənilən 9-u bizə verən istənilən rəqəmləri yaza bilərik. 1, 8, 3, 6, 5, 4, 2, 7 hansını istəsən yaza bilərik. Tutan deyirəm ki, bura olsun 5. A-ların hər birinə 5 yazıram. B-lərin də hər birinə 4 yazıram. Cavab elədimi? 999. Bəli. Demək ki, B-lərimiz 4, A 5, 4, 5. 2 dənə 9, 9, 9, 18. B variantı. Simvolların yerinə ədədləri qoyuruq. 25, 3 dənə eyni simvol, bir dənə fərqli simvol cavab verir 25-i. Buradan bu simvolları tapmaq üçün nə etmək lazımdır? 25 3-ə bölünmür. Amma 25-dən kiçik 3-ə bölünən hansı ədəd var? Bu ola bilər 24, 24 3'e bölünür 8 verir. Veyahut da 21 3'e bölünür 7 verir. Biz buradan 24 götürsek gerek onda bunun yerine 1 koyaq. Onda gerek burada 1 qoyaq. Bunların da hər biri 8 olsun. Məsələn 8 ilə 8 16 üstünə 1 gəldi 17 amma burada cavab 18'dir. Demək ki bu 1 deyil. 1 deyil. Onda ola bilər ki 1 yox. Biz ora yazarıq. Bunlar 7 olsa 3 dənə 7 yazsaq bura. 3 dənə 7 21. Üstünə də 4 gələndə 25. İndi burada yoxlayaq bunu. Yəni bura 4 yazmalıyam. Burada 2 dənə 7 yazmalıyam. 2 dənə 7 14. Üstünə də 4 gələndə 18. Demək ki cavabımız düz gəlir. Onda bu ürəkləri 7 yazırıq. Burada 4 yazırıq. Toplayıram bunları. 14, bu da 4, 18. 29'dan da 18 çıxanda nə qalar? 11. Eləmi?
18 çıxanda 11 qalır. Demək ki, bura 11-dir. Bu 7-dir. Bu da neçə oldu? 4 oldu. 7 ilə 11-i topladıq. 18. 18-dən də 4 çıxanda 14. D variantı. Növbəti suala baxaq. 9-cu sual. Burada da yenə də simvolların yerinə ədədləri qoyuruq. 4-dən neçə çıxanda, yəni 4 üstü 7 gəlirik 11. Demək ki, bu 1-dir. Burada yazıram 1. Bunlar 1-dir. Amma bu iki dənə ortadakı ədədlər eynidir. Eyni ədəd olduğuna görə bura istənilən ədədi yaza bilərik. Məsələn, yazıram bura 8 yazıram. Bura 8-dir, bu da 8-dir. 1-dən 4 çıxılmır, 11-dən 4 çıxdıq, 7. Burada qaldı 7. 7 qalıb. 7-dən də 8 çıxılmır axı. 17-dən 8 çıxırıq. Demək, bura 9-dur. Bəs burada nə qalır? 4 yox, burada da 3-dür. 3-dən də 1 çıxanda bura 2 qalır. Onda bura 2 vuraq 9 deyilmi? 2-ni 9-a vuranda 18 eləyir. Keçdik növbəti suala. 10-cu sual. E, L, S, Y, L və S hərəsi bir rəqəmi əvəz edir. Əgər E üstəgəl L üstəgəl S 13 olarsa, sual işarəsi yerinə hansı ədəd yazılmalıdır? E, L və S hərflərini toplayanda 13 eləyir. Bizə fərqi yoxdur ki, burada hansı ədəd dayanır. Hər bir, yəni hərfin yerində hansı ədəd dayanır. Bu bizə lazım deyil. Çünki fərqi yoxdur da, neçə istəyirsiniz yaza bilərsiniz. Əsas bizə cəm lazımdır. L-sının üzərinə toplayanda 13-dürsə, 3 yazıram, 1 yadda. E-sılı sadəcə rəqəmlərin yerini dəyişir. Biz də bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Ona görə də yenə də cavab 13 eləyir. Bir də yadda 14. Demək ki, cavabımız eləyir 143. C variantı. Yenə də simvolların yerinə ədədləri yazmaq lazımdır. Burada necə taparıq? Demək ki, bax, burada kvadrat 11-ə bərabərdir. Buradan başlaya bilərik. Kvadratımız 11-dir. Onda burada mən 11 yazaram. Hətta burada 11 yazaram. İndi 32-dən çıxıram 11-i. Nə qalır? 1 və 1. 2-dən 1 çıxır. 21. 1, 3-dən 2, 1. 21. Demək ki, 21-dir. Bu 21-i 3 dənə bu ürəyin arasında bölmək lazımdır. O deyir 7. Nə hikmətdirsə bu ürəklərin hamısı 7 olur. 7, burada da 7. Ha, hər yerdə ürəyin yerinə 7 yazdım. İndi bəs bu ulduzlar neçədir? 53-dən çıxıram 7-ni, tapıram bunların cəmini. Bu da nə eləyir? 13-dən 7 çıxanda 46. 46-nı 2 dənə ulduzun arasında böləndə düşür 23. Burada 23, burada 23, onda burada 23. 23-ün də üstünə 11 gələndə eləyir 34. D variantı. Və növbəti sonuncu sualımız. K, 3 dənə K və çıxıbdı L və 2-ni. İndi K-dan 2 çıxanda 6 eləyibdi. Bunda bu 8 ola bilərmi? Bu 8-dir, onda hamısı 8-dir. Baxaq görək necə alınır. 8-dən 2 çıxanda 6. 8-dən eyni ədədi çıxmaq lazımdır ki, bax görürsünüz, L ilə L alınıb. Bunda 4-ü çıxanda 4 qalırmı? 4, 4 eyni oldu. Və burada da 8-dən 1 çıxanda 7 qalır. Onda E 1-ə bərabərdir. L da 4-ə bərabərdir. Bunları da toplayanda cavab eləyir 5. Belə, bu qədər. Bəyənməyi və yorum qismında fikirlərinizi yazmağı unutmayın. Sağ olun.